Bir-birinizi salamlayıram. Sahədə işlərimiz davam edir. Bugün Saltı rayonu Fətəli kəndindəyik. Maşyo Gaspardo MTR6 pnevmatik toxum səpəni ilə pambıq səpini icra edirik. Aqreqat normal halda 6 cərgəli səpini icra edir və cərgələr arası məsafə 70 sm olur. Hal-hazırda isə pambıq səpini icra olunduğu üçün cərgə sayı 4 ədəd və cərgələr arası məsafə 90 sm-dir.